blok ikinci cəhddə dəstək üçün sualların izahına davam edirik. 21-ci suala baxaq. Hansı cümlələrin xəbəri düzgün göstərilməmişdir? Bizə lazımdır düzgün göstərilməyən xəbər. Əvvəlcə sualı təbii ki, diqqətlə oxuyuruq. Zaldakılar məst edən müğənninin ecazkar səsi idi. Nə idi müğənninin ecazkar səsi idi? İsmi birləşmədi. Bunu ayıra bilmərik. Bu doğrudur. Bizə amma lazımdır səhv, yanlış cavab. Uşağın gözləri yol çəkirdi. Gözləri yol çəkmək frazeoloji birləşmədə ayıra bilmərik. Uşağın sözü də yiyərik halda olduğu üçün onu da ayıra bilmərik. Ona görə bu da doğrudur. Bunlar dünən ambardan tapdıqlarımdır. Dünən ambardan tapdıqlarım yenə də feili birləşmə olduğu üçün onu ayıra bilmirik. Yəni ayırmaq olmaz. Bu da yenə birlikdə xəbərdir, doğru cavabdır. 4. Olacaqları əvvəlcədən proqnozlaşdıra bilməzdi. Əgər bilmək feili varsa, mütləq əvvəlindəki sözə baxırıq. Əgər əvvəlində biz məsələn mürəkkəb feillər keçərkən qeyd edirik ki, əgər bilmək sözündən əvvəl Aə şəkilçili feil varsa, bu feilə aiddir. Aə şəkilçili feil varsa, onda bu mürəkkəb feil sayılır. Əgər mürəkkəb feilsə, təbii ki, onu ayıra bilmərik. Olacaqları əvvəlcədən proqnozlaşdıra bilməzdi. Nə etməzdi? Proqnozlaşdıra bilməzdi. Proqnozlaşdırı sözü də feil olduğu üçün və Aə şəkilçisi olduğu üçün bu mürəkkəb feildir və ayrılmır. Deməli, bu 4-cü cavab yanlışdır. Bunu götürürük. Bir də 5-ə baxaq. Heç bir detalı gözdən qaçırmaq istəmirdi. İstəmirdi sözünü də yenə bilmək sözündə olduğu kimi düz mürəkkəb feil deyil. Sadəcə ondan əvvəl maq-mək, yəni məstər gələrsə istəmək sözündən əvvəl onu da ayıra bilmirik. Birlikdə götürürük. Heç bir detalı qaçırmaq istəmirdi. Birlikdə götürürük. Sadəcə gözdən qaçırmaq frazeoloji birləşmə olduğu üçün onu da ayırmırıq. Heç bir detalı nə edərdi? Nə edirdi? Gözdən qaçırmaq istəmirdi. Gözdən qaçırmaq istəmirdi. Birlikdə xəbərdir. Yəni bu da yanlışdır. Ona görə də 5-i də götürürük. Cavabımız oldu 4-5 D bəndi.